Bismillahirrahmanirrahim. Demək, tələbələr üçün əlavə belə bir qısa video çəkmək qərarına gəldim. Yeni sözlərin əzbərlənməsi və həmçində kitabda qeydiyyat barədə. Çox zaman tələbələr bu məsələyə qeyri-ciddi yanaşırlar və hətta əhəmiyyət vermirlər. Ona görə də deməli, yeni sözlərin əzbərlənməsində müəyyən çətinliklər yaranır. Ona görə də kitabda qeydiyyat çox mühüm bir məsələdir. İstərdim sizlərlə qısa videoda paylaşım. Demək, birinci, onu deyim ki, dərs gedərkən əgər kitabınıza qeydiyyat aparırsınızsa, bu mütləq deməli, çernili qələm yox, yəni ruçka yox, sadə qələm olmalıdır. Sadə qələmlə qeyd edirsiniz və lazım olmayanda da onu silə bilərsiniz daha sonra. Bu birinci məsələ. Çünki bəzi tələbələr gözümlə görmüşəm, hazırladığım zaman tələbələr birbaşa çernili qələmlə yazırlar və sonradan o silinmir və kitabı bərbad vəziyyətə salır. Birinci məsələ budur. İkinci məsələ nədir? Deməli, qeydiyyatı apararkən sözlərin üzərinə yazırlar. Məsələn, deyək ki, ev. Burada qısa bir haşiyə də onu da deyim ki, məsələn, bəzi tələbələrin xəttləri elə də yaxşı olmur. Elə tələbələr var, yaxşı xəttləri olur, gözəl xəttləri olur. Lakin hər bir halda sözün üzərinə qeyd edirlər. Pis xətti olan deyək və yaxud da yaxşı xətti olan fərq etməz. Birbaşa götürür, bunun üzərində yazır, bax belə, ev. Və yaxud da bunu silək, məsələn, götürür, yazır ev. Çap hərflərinə yazır ev. Hər bir halda bu hər iki variantda da səhvdir. Nəyə görə? Çünki bu təbii bir şeydir ki, beynin funksiyası odur ki, ən rahat olan nədirsə ona qaçır. Yəni, biz bu cümləni oxuyanda hədə, beytun oxuyarkən avtomatik gözümüz bunun tərcüməsini də oxuyur. Odur ki, biz bunu bu şəkildə oxuyanda heç vaxt əzbərləmirik və növbəti səhifələrdə də bu qabağımıza çıxanda və söz onun üzərində olmayanda biz ilişib qalırıq. Ona görə də qeydiyyatı bu sözün, deməli, ərəbcə sözün üzərində deyil, aşağıda haşiyə şəklində qeyd eləmək olar. Məsələn, bunun üzərinə 1 qoyuruq, yenə də deyirəm sadə qələmlə. Kiçik şəklində burada məndə biraz qələm deməli, yaxşı yazılmır. Çünki istər-istəməz bu qələm deyil, ekranda yazıram. Ancaq daha kiçik yazmaq olar. 1 yazırıq və aşağıda deməli, qeyd edirik. Boş sahədə, baxın, hər kitabın aşağı səhifəsində burada boş yerlər olur. Bura yazırıq, məsələn, 1 ev. Məsələn, 2 deyək ki, oturacaq. Məsələn, 3-cü deyək ki, çarpayı. Sözün üzərinə yazırıq 3 və belə. Bu minvalla sözləri burada qeyd edirik. Bu nəyə yaxşıdır? Birincisi, kitabın gözəlliyi pozulmur. Yəni, kitabı korlamırıq. Təbii ki, hətta sadə qələmlə yazsaq belə, yəni üzərində yazsaq. İkincisi isə, deməli, əzbərləmək üçün bu bizim üçün yaxşı bir metod olur. Çünki bu sözü oxuyanda biz özümüzü əvvəlcə yoxlayırıq. Hədə sərirəm, fikirləşirəm. Bu söz nə idi? Məsələn, indi burada şəkil verildi. Elə yerlər var, məsələn, tam şəkilsizdir. Bu söz nə idi? Deyək ki, fikirləşirəm və oturacaq olduğuna qərar verirəm. Sonra isə baxıram aşağı. Baxıram, görürəm ki, yox. Burada yazılıbdır çarpayı. Deməli, özümü yoxladım və səhv olduğumu bildim. Və yaxud da düz bilirəm, deyirəm çarpayı, baxıram bura, əmin oluram. Müəyyən bir zamandan sonra təbii ki, buradakı bu, deməli, üzərindəki rəqəmləri silə bilərik. Çünki bizim üçün asandır və buradan da eləcə də silə bilərik. Çünki biz bunu sadə qələmlə qeyd etmişik və yaxud da saxlaya bilərik sadəcə olaraq həm yadigar kimi, həm də əgər bizdən sonra kimsə kitabı oxuyacaqsa, onun üçün də faydalı olar. Yox, əgər biz bunun hamısını bunun üzərində qeyd edəcəksə, biz heç vaxt bunu əzbərləməyəcək. Yəni, sözlər bizim beynimizdə qalmayacaq. Avtomatik bu, belə deyək, bizim üçün çətinlik törədəcək növbəti səhifələrdə. Çünki bu sözü burada bilmiriksə, növbəti səhifələrdə də qabağımıza çıxanda təbii ki, çətinlik törənəcək. Daha bir məsələ, deməli, bu qeydiyyatın nə üçün mühüm olduğunu mən burada qeyd edirəm. Məsələn, xüsusən də belə bu tipli, burada yazılar azdır, bu tipli yazılarda gördüyünüz kimi
məsafə çox azdır. Biz indi burada nə qədər də çalışsaq, götürüb balaca hərflərlə yazsaq ya bu hətta hərflərə belə keçir, ya üst tərəfə, ya alt tərəfə, yəni həddini keçir, ya da ki, hərəkələri deməli görməyə bizim üçün imkan vermir. Deməli bunun bu şəkildə yazmağı, yəni burada bir yazıb aşağıda qeydiyyatı aparmağımız bu şəkildə bir neçə cəhətdən faydalıdır. Həm kitabın gözəlliyi itimir, estetik cəhətdən gözəl görsənir. İkinci tərəfi, deməli hərəkələri, yazıları görməyə imkan verir. Üçüncü cəhəti də bizim əzbərləyərkən sözləri özümüzü yoxlamamıza imkan verir. Belə, ümid edirəm ki, bu faydalı bir məlumat oldu ki, tələbələr bu məsələdə istifadə etsinlər və sözləri qeyd etsinlər. Daha bir deməli məsələ yadıma düşdü, onu da mütləq qeyd edeyim. Bəzən tələbələr məsələn hansısa bir sözü burada yazıblarsa, deyək ki, məsələn Qamilson sözünü məsələn burada qeyd etdik. Bunu aşağı salaq, səhifənin aşağı hissəsində qeyd edək. Deyək ki, məsələn mən burada qeydiyyatımı apardım, 1 yazdım. Burada 1 yazdım. Yazdım ki, qamis köynəkdir. Məsələn, köynək. Bu şəkildə yazdım. Növbəti səhifədə və burada deməli rəqəmlər dolu. 3, 4, 7, 8 ilə məsələn söz yazdıq. Məsələn, növbəti səhifədə ehtiyac yoxdur. Burada 8 ilə bitibsə, o biri səhifədə mən çevirib arxaya baxmalıyam ki, burada 8 idi. Deməli, orada 9-dan başlamalıyam. 9, 10, 11, 15, 25, 250, 395 belə lazım deyil. Hər səhifənin özünün qeydiyyatı var. Ona görə bura qədər məsələn 8 dənə söz çıxdısa, növbəti səhifəyə keçəndə, deyək ki, bu növbəti səhifəmizdir bizim. Buranın da yenə yeni sözlərini nə edəcəyik? Eyni şəkildə 1-dən başlayıb qeydiyyatımızı aparacaq. Deyək ki, burada hədə sözüdür. Məsələn, 1-i yazdıq. Burada da mə sözüdür. 2, 3, 4 və s. Yəni, lazım deyil o biri səhifəyə görə burada da rəqəmlərin sayını çoxaltmaq. Bir də ki, bir məsələ də var idi. Onu da deyim. İnşallah videomuza yekunlaşdıraq. Bəzən tələbələr məsələn götürür, qeydiyyatını aparır. Burada deyir ki, hə, mən orada qeyd eləmişdim. Tutaq ki, deyək, hədə sözünü burada qeyd eləmişəm. Keçir o biri səhifəyə. Keçdiyimdə o biri səhifəyə. Burada o söz onun bir daha qarşısına çıxdı. Fikirləşir ki, mən orada qeyd eləmişəm. Burada niyə qeyd edeyim? Burada niyə qeyd edeyim? Çünki orada qeyd eləmişəm, zəhmət çəkim əzbərliyim. Bəzən müəyyən sözlər var ki, insanın beynində çox gec qalır. Çox sadə, bəsit bir söz ola bilər ki, o insanın beyninə heç cürə yapışmır. Heç cürə qalmır beynində. Buna görə özünüzə əziyyət verməyin. Orada qeyd eləmişsiniz, heç nə olmaz. Burada da bir daha qeyd edin. Bir, məsələn, bu. Hətta bu söz sizin qabağınıza, yəni belə deyək də, şişirdilmiş də olsa, 50 dəfə də qabağınıza çıxsa, 50 dəfə də bu sözlə əziyyət çəkirsinizsə, orada yenə də qeyd edin. Heç kim sizi buna görə qınamaz və öz işinizdir, şəxsi işinizdir. Bir neçə dəfədən sonra, 50 dəfə təbii ki, mübaliğəli şəkildədir. 4 dəfə, 5 dəfə bu sözü, eyni sözü qeyd edəndən sonra avtomatik əzbərləyəcəksiniz inşallah. Ondan sonra götürüb bundan əvvəlki səhifələri və yaxud da bu səhifələrin hamısında yenə deyirəm, silə bilərsiniz. Ümid edirəm ki, faydalı oldu. Yeni sözləri əzbərləməklə və həmçində kitabda qeydiyyata aparmaqla Allah sanlaşırsın.